bilmirlər, bu mesajımı oxuyurlar da, ən azından yazsınlar. Buraya yaza bilmirlər, utanırlar, şəxsimə yazsınlar ki, ay Kəmalə, 150 say qadan alım, imkanım yoxdur, ona görə göndərə bilmirəm. Mən də ən azından bilim ki, bunlar göndərmirlər. Yoxsa bunlar məni heç belə qozlarına da almırlar, da deyəcəm, da utanmaqdan keçibdir. Vermirsən, səsini çıxart, deməm ki, vermirəm. Həm də ki, bir o biri valideynlər. Vermirsiniz, bildirin ki, deyin ki, mən vermirəm. Mən də işimi bilim. İndən sonra elə eləməyəcəm, bilirsən nə varacam. Heç kim məndən inciməsin. Bu sözü mən burada bugün deyirəm, burada da bağlayıram. Qozunuzu almırsınız ki, mən sizi dünəndən alıram. O qozunu almayan valideynləri bu qrupdan çıxardacağım. Vəssalam. Mənə 10 dənə valideyn bəsdir. Bəsdir bura qədər. Mən sizin nazınızla çox oynadım. Sizin dalınıza çox düşdüm. Pul vermədiniz, qapınızdan gəldim, götürdüm. Kart attınız, mən getdim kartdan pul çıxartmağa. Niyə? Hambalınızdan belə pisinizə də gəlməsin. Dədənizə borcum var. Nəyə görə mən kartıma atırsınız? Zəhmət çəkin, alın yoldaşlarınızdan, uşağından göndərin. Bundan sonra siz nətəri mən deyirəm. Daha bəsdir, mən sizin dalınca çox düşdüm. Həqiqətən də verirsiniz, verməyin, vermirsiniz də özünüz bilərsiniz. Sadəcə xəbərdarlıq edin ki, mən vermirəm, biz də işimizi bilək. Yığan valideynlərlə 5 manatı 10 manat göndərərdik. Bəli. Deməli, bu söz haqqında sizə məlumat verəcəm, dəyərli izləyicilərimiz. Mingəçevir şəhəri 18 nömrəli məktəbin 7C sinifinin valideynlər komitəsinin sədridir Kəmalə xanım. Bu səsi mənə valideynlərdən biri atıb, deyir Səidə xanım, artıq buradayıq. Pul məsələsində bu valideyn komitəsi az qalır ki, yun çubuğunu götürsün əlinə və bizi əməlli başlı döysün. Baxın xanım, bəlkə də sizin pulunuz var, amma həqiqətən də o sinifdə oxuyan hansısa bir uşağın valideyninin sabah çörək almağa pulu yoxdur. İnsanları başa düşmək belə çətindir. Həm də ki, dəfələrlə deyilir də, məktəbi bazara çevirməyin. Bu valideyn komitələrinin bircə işi var, o da səhərdən axşama ancaq qrupa yazıb pul istəməkdən ibarətdir. Siz o sinifdə və məktəbdə heç kimsiz ki, valideynlərə məcbur edirsiniz ki, müəllimə 8 mart hədiyyəsi almaq üçün sizə pul atsınlar. Aziz dostlar, hər vaxtınız xeyir olsun. Bir bu şambalını sizə göstərmək istəyirəm. Şanın gözəlliyinə baxın. Sırf güləmli şandır. Yaxından çək bunu. Qırmızı şan, güləmli və güləmlə dolu olan bir şandır. Güləm hansı ki, həmən güləmdir. Baxın, o güləm bu güləmdir. Bu şanın tərkibində bundan var. Və əziz dostlar, sizə möhtəşəm belə bir bal göstərmək istəyirəm. Hal-hazırda sizə göstərdiyim bal da meşə baldır. Bir bu balın süzülməyinə baxın. Bir bu balın gözəlliyinə baxın əziz dostlar. Bu balımız sırf meşə balıdır. Əziz dostlar, bir şey də sizin nəzərinizə çatdırım ki, Ramazan ayı boyunca bir balon 4 kilo 300 qram bal tutur. Bir balon bal alana 1 kiloqram da mən bal hədiyyə verəcəyəm. Kampanyamız şam balına aid deyil. Yalnız və yalnız Ramazan ayı boyunca bir balon dağ çiçəklərin balı, gökə balı, may balı, akasya balı, qaratikan balı, meşə balı fərqi yoxdur. Hansı baldan sifariş eləsəz 1 kiloqram da mən Arıçı Vidadi tərəfindən sizə hədiyyə olunacaq. 051 546 39 39. Zəng eləyin, sifariş eləyin. Azərbaycanımızın bütün şəhər və rayon